Həqiqətən insanların halı qəribədir. Sanki bu dünyada əbədi yaşayacaq. O fikirlərlə yaşayır. Sənin hər bir günün, hər bir saniyən, hər bir dəqiqən səni ölümünə yaxınlaşdırır. Ey insan, səni Rəbbinə qarşı qoyan nədir? O şeylərdən uzaq dur. Səni nə Rəbbinə yaxınlaşdırır, onlara yaxınlaş. Tövhid ilə Allah'a ibadət et. Tək Allah'a ibadət et. Şərik qoşmadan Allah'a ibadət et. O səni yoxdan yarattı, səni yedizdirdi, itizdirdi. Xəstələndiyi zaman sənə şifa verdi. Yerlərin və göylərin və onun arasında olanların sahibi Rəbbi kimdir? Allah'tır. Üz tuttukda yalnız Allah'a üz tut. Yalnız ona sığın. Yalnız ona təvəkkül et. Ondan başqa sənin ilahın, məbudun yoxdur. Yalnız ona sığınacaqsan. Yalnız ona ibadət edəcəksən. Heç bir şeyi, daşları, ağacları, pilləri, ocaqları, ölüləri Allah'a şərik qoşmayacaqsan. Dua etdikdə yalnız Allah'a dua edəcəksən. Əl açıb yalnız onu çağıracaqsan.